mən 3000-ə gəlirəm, 3000-ə. Deyirlər, yox, Kəmalə xanım, çox baha deyirsiniz. Deyirəm, bəs neçəyə gəlim? 500 manat elə tək mənim vizajistim məni işləyir. 10.000-ə kostyum alıram, 10.000-ə paltar alıram. Bəs mən neçəyə gəlməliyəm? 5000-ə gəlməliyəm də. Vallahi düz deyirəm. Bax, mən bu libasımı dünən mən gedib alıb geyinib gəlmişəm. Efirdə gözəl gördüm. Bunların hamısı tələbat taxıb. Neçə almışsınız geyiminizi? Doğrudan da bu son kolleksiyondur. Çox baha kolleksiyondur deməyim. Gözə gəlirəm mən Neçə zəhər. almışsınız? Vallahi gözə Yanımda gəlirəm. sərvət əyləşib. Yanımda sərvət əyləşib. Doğrudan da. Qardaş, insanın özü bahalı olmasa, dəyərli olmasa, Mənim elə özüm də bahalıyam. Geyim geyinsin, fərqi yox. Burada mütləq barmağımı belə etməliyəm, mümkün deyil. Bahar Lətif qızı, mənim çox istədiyim Bahar xanım, mat qutu quruyub. Bahar xanım matuz quruyub gör. Neçə ildir bu sənətdə siz heç vaxt belə iddialı olmansınız da. Mənim üçün maraqlıdır. Doğrudan makiyajı bizdə 500 manat edirlər. Mən bilirəm ki, Bülent Ersoy, bizdə kimdir o? Ağa Kişiyevdir, Ata Kişiyevdir. Bax, adı yadımdan çıxıb da bilirəm ki, o gedir Türkiyədə, da indi o heçdə, deyilənə görə nə bilim 2000-dir, 3000-dir para ödəyir də. İndi buradan gedir Türkiyə, nə bilim Bülent, da odur da, markadır bu. Bizdə doğrudan belə makiyajı 500 manata, 1000 manata edən var. Bunu mən düşünürəm, ancaq Brilliant Dadaşov edə bilər, Aygün Kazımova. Bilmirəm, yəni siz özünüzü bizə niyə həzm etdirirsiniz bu insanlara ki, nə bilim, 1000 manata, 10.000 manata kostyum alıram, 500 manata makiyaj elətdirirəm. Bahar xanım, amma matuz, qutuz, quruyub, söz tapmırsınız deməyə. Amma nəsə deməliydiniz, biraz cəsarətli olun. Qarşınızdakı artıq hiss edirsiniz, sizi əzir, sizi aşağılayır, sizi alçaldır, sizə nəsə deyirsə, qurumasın matuz qutuz. Diliniz açılsın, cavab verir. Özlə gözəl cavab verir. Yerində, məqamında, zamanında. Sara Səfradan. Məhz bu qədər.